Salam əziz abituriyentlər. Bugün sizlərlə sürətli təkrar proqramı haqqında danışacağıq. Qeyd edim ki, bu PDF-i ərsəyə gətirərkən bir neçə araşdırma etdim. PDF əldə etmək istəyənlər WhatsApp nömrəmə yaza bilərlər. İlk öncə təkrar proqramına başlayan hər bir abituriyent qəbul imtahanında hədəf balı nə qədərdirsə onu göz önündə sərgiləmək üçün buraya qeyd etməlidir. Tutaq ki, biz 500 bal toplamaq istəyirik, ümumilikdə buraya qeyd edirik. Burada bir motivasiya xarakterli xəyal edə bilərsənsə, bacararsan belə bir ifadə yazmışam. Biz Pomodoro texnikasını tətbiq edərək dərslərə hazırlaşacağıq, yəni təkrar prosesini bu cür həyata keçirəcəyik. Məsələn, bu gün ayın tutaq ki, aprel ayının 13-üdür. Məsələn, sabahki gündən əgər təkrara başlayıramsa, buraya qeyd edirik 14 aprel və təkrar edəcəyimiz mövzunu tutaq ki, məsələn, Yunanistan, qədim Yunanistan mövzusunu təkrar edəcəyik. Buraya qeyd edirik. Və neçə seans dərs oxuyacağımızı da buraya qeyd edirik. Pomodoro texnikasının da haqqında bundan öncə mən YouTube kanalında video yerləşdirmişdim. Ona ətraflı baxıb tanış ola bilərsiniz. Bir seansımız 30 dəqiqədir. Ardıca 5 dəqiqəlik fasilə olur, 10 dəqiqəlik təxminən fasilə olur. Yenidən seans şəklində dərsə davam edirik. Tutaq ki, 1 saat dərs oxuyacağımsa buraya 2 seans qeyd edə bilərəm. İndi isə biz hansı mövzulara daha çox üstünlük verəcəyik? Bunlarla tanış olaq. Qəbul imtahanına hər il sualların düşdüyü mövzuları var. Hər bir abituriyent bu mövzularla dərs prosesində tanış olub, təkrarda isə daha çox bu mövzulara üstünlük verməklə qəbul imtahanında ən azı 20-22 sualı doğru cevablaya bilər. Azərbaycan tarixindən hər il qəbul imtahanına sualların düşmə ehtimalı çox olan mövzular bunlardır. İbtidai icma quruluşu hər biriniz bilirsiniz. Hətta bizim YouTube kanalımızda da bu mövzunun həm geniş icmalı, həm qısa konspekt şəklində icmalı verilmişdir və qeyd edim ki, mən hər bir zaman bu mövzular haqqında danışarkən, dərs çəkərkən son nəşr dərsliklərə və Dövlət İmtahan Mərkəzinin qəbul proqramına uyğun olaraq məlumatları sizlərlə bölüşürəm. Çıxarılan mövzuları, məsələləri, müzakirəli məsələləri, köhnə məlumatları, lazımsız məlumatları sizlərə təqdim etmirəm. Yəni videoya İbtidai icma quruluşu videosuna da baxaraq bununla yəni tanış ola bilərsiniz. Manna dövləti və Atropatena Albaniya dövlətləri hər il qəbul imtahanında bir sual xüsusilə Atropatena Albaniya dövlətlərindən salınır. Manna dövlətindən sualların düşmə ehtimalı 50-50-yədir. Amma İbtidai icma quruluşu və Atropatena və Albaniya dövlətlərindən hər il suallar 100% qəbul imtahanında rast gələ bilirik. 3-7-ci əsrlər Albaniya bu daha çox ya Sasanilər ya Ərəb xilafəti mövzusunda suallar ya da ki onların Eyler-Venn diaqramında oxşar fərqli xüsusiyyətləri də qeyd oluna bilər. 9-11-ci əsr feodal dövlətləri hər il qəbul imtahanına tanış oluruq bu mövzularla. 5 feodal dövlətimiz var. Hər bir haqqında, xüsusilə də sadi salarlar haqqında suallar daha çox rastlaşırıq. 11-14-cü əsrlər dövrü. Burada daha çox biz hər il Səlcuq mövzusunda suallar rast gəlirik. Xüsusilə də Hülakilər dövlətində həmçinin burada qeyd etmişəm suallarına və Qazan xan islahatlarına daha çox rast gəlmiş oluruq. Amma bu demək deyil ki, bu əsr yalnız bu iki mövzudan sual düşür. Digər mövzulara da diqqət etməliyik. 15-ci əsr feodal dövlətləri Qaraqanlılar qoyunu xüsusilə hər il qəbul imtahanına sual bu mövzudan düşür və onların da müqayisəsi sosio-iqtisadi vəziyyətdə önəmli məsələlərdən biridir. Səfəvilər dövləti hər il qəbul imtahanında ən azı 2, ən çoxu 3-4 suala rast gələ bilirik. Xanlıqlar dövründən sual gəlmə ehtimalı çoxdur. Xüsusilə də Quba xanlığından, Şəki xanlığından suallar gəlir. Azərbaycan 19-cu əsrdə bu geniş bir mövzudur. Burada ən çox diqqət etməli olduğumuz yer islahatlardır. 40-cı il islahatları, 70-ci il islahatlar haqqında suallara daha çox rast gəlirik. Amma ümumən bu əsrdə Rus-Qacar müharibələri, xanlıqların işğalı, ümumilikdə müstəmləkə dövrü Komil idarəsi haqqında suallar çox gəlir və 19-cu əsrin ikinci yarısında mədəniyyət mövzularına suallar rast gəlmiş oluruq. Partiya, Duma və qurultaylar bu hər il olmasa da daha çox rast gəldiyimiz mövzudur. Suallar bu arada salınır, görürük. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu hər il ən azı bir sual, çox elə bir sual salınır. Hər il rast gəlirik. Azərbaycan SSR dövrü, xüsusilə də 20-30-cu illər dövründə daha çox rast gəlirik, suallar düşür.
Və Heydər Əliyev dövründə haqqında da, yəni Azərbaycanın birinci rəhbərlik dövrü haqqında da suallar gəlmə ehtimalı yüksəkdir. Cənubi Azərbaycan mövzusu bildik ki, Cənubi Azərbaycan haqqında 5 ayrıca mövzu var ki, bunlardan bir sual hansısa mövzudan sual düşür. Xüsusilə də Xiyabani və Pişəvər hərəkatından daha çox sualların düşdüyünü rastlamış oluruq. Müstəqillik dövrü önəmli aktual mövzudur. Hər il ən azı bir sual, xüsusilə də Heydər Əliyevin prezidentlik dövründən sual düşür. Həmçində ya Heydər Əliyev ya İlham Əliyevdən sual gələ bilir. İkinci Qarabağ müharibəsi aktual bir mövzudur, xüsusilə də antiterror əməliyyatı. Hər il ən azı bir sual buradan gəlir. Mədəniyyət, torpaq və vergilər haqqında bütün dövrə aid bu mövzuları təşkil etməliyik ki, ən azı bir sualımız buradan gəlir, xüsusilə də mədəniyyət. Yəni bu fərqli dövr mədəniyyəti ola bilər, 3-7-ci əsr, 2-10 əsr memarlıq abidələri ola bilər və ya 15-ci əsr olsun, 17 olsun və s. Və xəritə sualı. Hər bir abituriyentin yararlı yeri xəritə sualıdır. Biz Avropa, Asiya və Azərbaycan hər üçün xəritəsini göz önündə canlandırmalıyıq, bunları öyrənməliyik. Ən azı 2, ən çoxu 4 sual gəlir. Ona görə burada 2-3 sual yazmışam. Hətta son illərdə biz 4 sualın gəldiyində rast gəlmişik. Ümumi tarixə gəldikdə isə qədim şərq ölkələri haqqında qeyd edim ki, demək Misir, Şumer, Hunçin, Hindistan. Buradan bir sualımız var, mütləqdir. Yunanistan və Romadan hər il rast gəlirik, bir sualımız var. Bu ya konkret Yunanistandan ya Romadan ya da ki, oxşar fərqli xüsusiyyətlər ola bilər. Yunanistanda ən çox diqqət etməli olduğumuz yer isə Perikl və Solon islahatlarıdır. Romanın işğallarından sual çox gəlir. Romada Patris Plebey mübarizəsindən sual çox gəlir və Vətəndaş müharibəsindən də həmçinin. Türk dövlətləri mövzuları demək burada qeyd etmişəm hansı mövzulardır və Türk dövlətləri haqqında hər il mütləq bir sualımız var. Xüsusilə də Göytürk mövzusuna daha çox önəm verməliyik. Şərq ölkələri klassik feodalizm dövründə bu mövzu biraz genişdir, 11-15-ci əsr dövrü. Burada daha çox sual düşür Səlcuqlardan və Osmanlı mövzusu daha çox düşür, amma digərlərini də diqqətdən kənarda saxlamamalıyıq. Qərb ölkələri klassik feodalizm dövründə burada xaç yürüşü və Fransa, İngiltərə, Almaniya. Buradan bir sualımız var. Bu mövzudan bir sualımız var. Osmanlı və Rusiya bütün dövrlərdən sual gələ bilər. Biz burada diqqətli olmalıyıq. ABŞ, İngiltərə, ABŞ-dan bir sualımız var hər il. İngiltərədə də bütün dövrlər düşə bilər. Elə biraz öncə 11-15-ci əsr haqqında danışdıq, amma digər dövrlərdən düşə bilər. Yeni dövr dünya dövlətləri, xüsusilə də İngiltərə, Fransa və Almaniya haqqında sualımız hər il gəlir. Birinci Dünya müharibəsindən bir sualımız var. Bunlar ya oxşar ya da fərqli xüsusiyyət ya da konkret hansı ikisindən birindən sual salınır və soyuq müharibə dövrü buradan mütləq bir sualımız var. İndi isə keçək bu mövzulara necə hazırlaşmaq lazımdır, hansı məsələlərə diqqət yetirməliyik. Gündəlik rejim tərtib olunmalıdır. Bu hər bir şagird üçün önəmlidir. Səhər erkən oyanmalıyıq. Üzü yazda artıq yaya doğru gedir. Öncəki videoda qeyd etdiyim kimi dərsin oxuma vaxtı var. Bu daha əlverişli, daha səmərəli vaxtlardır ki, o məsələlərə diqqət yetirməliyik. Səhər erkən oyanmalıyıq. Zəif olduğumuz mövzuları özlərimiz müəyyənləşdirməliyik ki, məsələn, bu mövzularda daha çox zəifəm. Oraya ilk öncə diqqət yetirim. Tutaq ki, mən Atropatena mövzusunu yaxşı bilirəmsə, Albaniya zəiflərdən ilk öncə Albaniyaya köklənməliyəm. Hər gün ən azı 2-4 seans müddətində dərs oxumalıyam. Bu 2 saat deməkdir. Bir seansımız yarım saat olduğuna görə və seanslar arasında 10 dəqiqə fasilə edirik. Bu 10 dəqiqə müddətində bəs nə edirik? Yəni 10 dəqiqə müddətində biz demək təbii ehtiyacımızı ödəyə bilərik, qida qəbul edə bilərik, su içə bilərik və s. Toplulaq testləri yenidən işləməliyik. Biz toplulaq testləri dəfələrlə işləməliyik mütləq şəkildə. Bu biliyi möhkəmləndirir və biz unutmamalıyıq ki, biz nə qədər çox test işləsək, həmin mövzunu qavramaqda çətinlik çəkməyəcəyik. Səhər və axşam saatlarını oxumaq, biraz öncə qeyd etdim, bunlar haqqında da bir müddət öncə mən video çəkmişdim. Əlverişli oxuma müddəti vaxtı səhər və axşam saatlarıdır. Bu qeyd edəcəyim mövzu isə, məsələ isə bu insana görə dəyişən bir məsələdir. Buna görə bunu qırmızı rəngdə vereyim. Mən abituriyent vaxtı buna demək tətbiq edirdim və mənim üçün əlverişli idi. Amma hər birinizə görə dəyişə bilər, bu məcburi deyil. Mən yay müddətində, isti vaxtlarda gündüz oxuya bilmədiyim üçün gecə saatlarında dərs çalışırdım. Gündüzlər isə yatırdım. Yəni rejimimi tam əksinə dəyişirdim və bu mənim üçün əlverişlidir. Gecə sakit olur, hər kəs yuxuda olur, narahat olmursan, rahat hərəkət edə bilirsən, oxuya bilirsən. Bu mənim üçün əlverişlidir, amma insana görə dəyişən məsələdir. Əgər belə bir metod sizin üçün əlverişlidirsə, bundan yararlana bilərsiniz. Yəni gün ərzində yatsanız, gecə daha rahat şəkildə oyaq qala bilərsiniz.
Müəllimin dərslə bağlı göndərdiyi səs yazılarını dinləmək. Hər bir müəllim təkrar prosesində sizə dəstək olmalıdır öz müəlliminiz və bu müddətdə sizlərlə konspektləri, xəritələri, səs yazılarını bölüşməlidir ki, siz mövzunu qavramaqda çətinlik çəkməyəsiniz. Mövzunun zəif qaldığınız tərəflərin boşluqlarını qısa müddətə doldurasınız. Mövzunu anlamadığınız hissələri müəllimdən soruşmaq. Bu önəmli məsələdir. Siz hər mövzunu tək elədikcə ola bilər ki, hansısa məsələ sizin yadınızdan çıxa bilər. Oranı qeyd edirsiniz, müəllimdən soruşursunuz daimi olaraq. Müəllimlə kontaktda təmasda olmalısınız. Xəritələrə göz gəzdirməsi, biraz öncə qeyd etdiyim kimi, ən azı 2 xəritə, ən çoxu 4 xəritə sual düşür. Özür hesab edin. Situasiya sualları işləməlisiniz. Situasiya testlərinə gəldikdə isə bu sizin ən çox bal verən və ən yaralı yerinizdir. Həm xəritə, həm situasiya məsələləri. Situasiya ilə bağlı birinci, ikinci sizə test topların arxasında siz testlərə rast gələ bilərsiniz. Həmçinin Kamran Şeyx zamanının müəllif olduğu situasiya tapşırıqlarına alaraq işləyə bilərsiniz. Diqqət edilməli digər məsələ isə biraz öncə qeyd etdiyim kimi siz 30 dəqiqə dərs çalışanda 10 dəqiqə fasilə edirsiniz. Bax, bu fasilə müddətində siz telefondan istifadə etməməlisiniz, kənarda qalmalısınız ondan. Yalnız zəruri hallarda telefondan istifadə etmək olar. Bu sizin vaxtınızı alır, dərs prosesində birbaşa mane olur. Ondan dolayı dərslərə başlamazdan öncə telefonu çalışın ki, kənar yerə, özünüzdən uzaqda və ya başqa bir otağa qoyasınız. Motivasiyanızı yüksək tutun, mütləqdir bu. Hədəfinizi hər gün xatırlayın. Biraz öncə qeyd etdiyimiz kimi PDF-in önündə ilk öncə biz hədəf balımızı yazırıq. O göz önündə canlanmalıdır ki, daim sizə xatırlatsın. Sizin hədəfinizi sizə xatırlatmış olsun. Özünüzə güvənin. Bu çox önəmli faktordur. Və mənfi aralı insanlardan uzaq durun. Qohum, qardaş, ətraf, dost, tanış içərisində mənfi aralı insanlar var ki, insanı həvəsdən salır. Deyirlər imtahan çətin olacaq və ya birdən imtahana, universitetə girə bilməzsən kimi insana aşağı ruhdan salan sözlər də deyilir, bəzən aşağılayıcı sözlər də keçirlər. Bunlardan uzaq durmaq lazımdır və sağlamlığınıza fikir verməsi bu çox önəmli faktordur. Siz düşünməlisiniz ki, mən qidalanmama, sağlamlığıma fikir verməsəm, vaxtında üstünə düşməsəm, bu mənim bir çox məsələlərini kənarda qoyacaq, eləcə də dərs prosesində yayındıracaq. Bu qədər. Diqqətiniz üçün təşəkkürlər.